Mən Sabirabad rayon Rüstəmli kənd sakini İsmailov Elşən Musoğlu, 44 günlük vətən müharibəsi iştirakçısı. Mənim müraciətim buradan cənab prezidentimiz İlham Əliyevədir. Cənab prezident, mən Sabirabad rayon Rüstəmli kənd sakini İsmailov Elşən Musoğlu, 44 günlük vətən müharibəsinin iştirakçısı, 5 evladım var. Cənab prezident, mən 44 günlük vətən müharibəsində heç nəyə baxmayaraq 5 evladımı qoyaraq, könüllü olaraq vətən müharibəsində iştirak eləmişəm və sizin sərəncamınızla Füzulinin Şuşanın azad olunmasına görə medalları ilə tərtib olunmuşam. Yəni, vətən müharibəsi iştirakçısı medalı ilə 3 medalla tərtib olunmuşam. Mən 2019-cu ildən Məşğulluq İdarəsinin göndərişi ilə Sabirabad Azərişıq Açıq Səhmdar Cəmiyyətində fəaliyyət kimi işləməyə başlamışam. 2020-ci ildə vətən müharibəsi başlayanda döyüşlərə qatılmışam və elə o vaxtdan da 2021-ci ilin yanvar ayın 1-dən bizim müqaviləmizi Dost İş Mərkəzinə ötürdülər. Dost İş Mərkəzinin xətti ilə yenə də Şirvan regional Sabirabad Azərişıq Kürqırağı elektrik şəbəkəsində işlə təmin olunaraq yenə də işimi davam elətdirmişəm. İşimdə heç bir qüsurum, problemim olmayıb. Rəhbərlik ilə daimi, yəni xoş münasibətdə olmuşuq. Heç bir problemimiz olmayıb. Bugün 5 noyabr 2025-ci ildə Dost İş Mərkəzi haqsızcasına mənim əmək müqaviləmə xitam verib. Bu barədə mən Dost İş Mərkəzinə əlaqə saxlamağa çalışsam da bir dəfə telefon zəngimi açaraq cavab verdilər ki, yəni müqavilələrə xitam verilib, heç bir işçi işdə saxlanılmır. Yenidən əlaqə saxlamağa cəhd eləsəm də heç bir zəngimə cavab verilmədi. Cənab prezident, mənim buradan müraciətim sizədir. Sizdən xahiş edirəm, çox xahiş edirəm. Mənim maddi vəziyyətimi nəzərə alasınız, mənim yenidən işə qaytarılmama köməklik göstərəsiniz. Çünki yəni, mən işləməsəm, mənim maddi durumum çox ağır olacaq. Yəni, 5 evladı, 5-i də məktəblidir. Bunun maddi təminatının çatdırılması, hamısı yükü mənim boynumdadır. Bu Dost İş Mərkəzi də məni işdən azad edib. Və mən bir şey də nəzərinizə çatdırım ki, mən daimi işlə təmin olunmaqdan sarı 2025-ci ilin sentyabr ayının 3-də Azərişıq Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Vüqar Əhmədovun Şirvan şəhərində qəbulunda olmuşam. O, orada həmin vaxtı mənim daimi işlə təmin olunmağımdan sarı göstəriş verdi və bir nəticə olmadı sonra. Yəni də 2025-ci il oktyabr ayının 17-də Şamaxı şəhərində mən yenidən cənab sədr Vüqar Əhmədovun qəbulunda oldum. Yenidən orada kadrların rəisi Sakit Baxışova göstəriş verdi ki, mənim işlə təmin olunmamda bir köməklik göstərilsin, yəni iş görülsün. O gün bugün hələ yəni bir aydan artıq vaxt keçməyinə baxmayaraq, ümumilikdə 2 ay tamam olur belə. Hələ heç bir nəticə yoxdur. Yəni, daimi işlə də təmin olunmamışam. Mən 2019-cu ilin may ayından Azərişıq Açıq Səhmdar Cəmiyyətində işlədiyimə görə, yəni bu sahədə, elektrik sahəsində təcrübəyə sahiblənmişəm. Yəni, yüksək təcrübəm var. Yəni, ixtisaslı monitörlər qədər də, yəni bilirəm, sahəni bilirəm. Ancaq cənab prezident, hələ də mən işlə təmin olunmamışam və bu günlərdə işdən azad olundum. 2025-ci ilin noyabr ayının 5-i Dost İş Mərkəzi məni haqsızcasına, yəni qazi bilməyərək, veteran bilməyərək, az təminatlı ailə olaraq bilməyərək məni işdən azad edir. Sizdən çox-çox xahiş edirəm, cənab prezident, mənim maddi, mənəvi vəziyyətimi nəzərə alasınız. Mənim qısa müddətdə işlədiyim idarədə iş ilə təmin olunmama mənə öz köməkliyinizi göstərəsiniz.